Alt-alta toplama əməli verilib və 2 dənə məchulumuz var, düzdür? Bunları da meyvə ilə işarələyiblər. Biz həmin o 2 məchulu tapacağıq. 3 üzərinə neçə gəlmişik bilmirik, 4 eləyib. 3-ün üzərinə neçə gəlsəm 4 eləyər? Əlbəttə ki 1. Deməli, üzüm 1-i işarə eləyirmiş. İndi neçədir bilmirik nar, amma onun üzərinə 1 gələndə 7 eləyib. Neçənin üzərinə 1 gələndə 7 eləyər? Bunu tapmaq üçün nə etməliyik? 7-dən 1-i çıxmalıyıq. 7-dən 1-i çıxanda qalır 6. Deməli, nar da 6 deməkmiş. İndi şərtdən bizdən 6 ilə 1-in cəmini istəyir. Cavabımız oldu 7. C variantı doğru cavabdır. Azalan, çıxılan fərq. Çıxılanla fərq bizə məlumdur. Azalanı tapmaq üçün nə edəcəyik? Fərqlə çıxılanı toplayacaq. 43-ün üzərinə 2 gələndə eləyər 45. Sən demə azalanım 45 imiş. Yəni alma ilə 4 demək istəyiblər. Armudla isə 5. 4 ilə 5-in cəmi eləyir 9. C variantı doğru cavabdır. Dostlar, diqqətlə baxsaq görərik ki, hər sətirdə birinci və ikinci sıradakı ədədləri toplayanda 3-cü sıradakı ədəd eləyir. 21 ilə 7-in cəmi 28-ə bərabərdir. İkinci sətrə baxaq. 42 ilə 3-ün cəmi 45-ə bərabərdir. Deməli, 3-cü sətirdə nə olmalıdır? 34 ilə 5-in cəmi sual işarəsinin yerinə uyğun gəlməlidir. Kənarda toplayaq alt-alta. 34 üstə gəl 5. 4 ilə 5-in cəmi 9, 3-də olduğu kimi düşür. Deməli, sual işarəsinin yerinə 39 yazmalıyıq. A variantı doğru cavabdır. Bu sualda isə biraz əvvəlkindən fərqli olaraq hər sırada birinci və ikinci ədədi toplayanda üçüncü ədəd eləyir. 9-un üzərinə 6 gələndə 15 eləyir məsələn. 7-nin üzərinə 3 gələndə 10 eləyir. İndi 53-ün üzərinə 5 gələndə neçə eləyəcək? Kənarda alt-alta toplayaq. 3 ilə 5-in cəmi 8, 5 də olduğu kimi düşdü. 58. B variantı doğru cavabdır. Baxaq. Hər sətirdə birinci və üçüncü sıradakı ədədlərin cəmi ikinci sıradakı ədədə bərabərdir. 43-ün üzərinə 3 gələndə 46 eləmişik. 54-ün üzərinə 2 gələndə 56 eləyib. İndi sual işarəsinin yerinə uyğun gələn ədəd tapmaq üçün nə etməliyik? Əlbəttə ki 12 ilə 4-ü toplamalıyıq. 12 ilə 4-ün cəmi 16-ya bərabərdir. Deməli, sual işarəsinin yerinə 16 yazacaq. A variantı doğru cavabdır. Şəkli verilmiş ox istiqamətində çevirməliyik. Çevirsək necə olacaq dostlar? 3 bucaq bir addım aşağı düşəcək. Mavi kvadrat digər tərəfə keçəcək. Bu ağ kvadrat yuxarı düşəcək. Bu mavi kvadrat isə öz sağ tərəfinə keçəcək. Bu da hansında doğrudur? Görürsünüz 3 bucaq aşağı düşüb. Mavi kvadrat bir növbətiyə keçib. Ağ kvadrat bir növbətiyə keçib. Yenə mavi kvadrat da növbətiyə keçib. Cavabımız olub A variantında. Birinci sıraya diqqətlə baxsaq görərik ki, ilk oxu əvvəlcə bir qədər fırlatmışıq, belə gəlib olub. Daha sonra yenə fırladanda gəlib bura düşüb, düzdür? Üçüncü ox da bu olub. Deməli, eyni istiqamətdə çevirməliyik oxları. İndi ikinci şəklə baxaq. İkinci sıradakı şəkillərə baxaq. İkinci sırada birinci şəkildə ox bu istiqamətdədir. Daha sonra olub bu istiqamətdə. Deməli, tam əksinə, biraz əvvəlkinin əksinə çevrilib. İndi bir dəfə daha çevirsək necə olacaq? Əlbəttə ki, gəlib bu istiqamətə düşəcək, düzdürmü? Bir dəfə çevirdik, 2 dəfə çevirdik. Cavabımız oldu aşağı baxan ox. B variantında. 7 ilə 8-i toplasaq 15 alarıq. 9 ilə 6-ını toplasaq 15 alarıq. 4 ilə 11-in cəmi eyni şəkildə 15-ə bərabərdir. İndi 10-un üzərində neçə gəlsək 15 eləyər? Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən, yəni 15-dən məlum toplananı, yəni 10-u çıxmalıyıq. 15-dən 10 çıxanda qalır 5. Cavabımız oldu A variantında. Birinci sırada görürük ki, hər 3 kvadratda ilk fiqur rənglidir. İkinci sırada hər 3 kvadratda ikinci fiqur rənglidir. Üçüncü sırada hər 3 kvadratda üçüncü fiqur rəngli olmalıdır. Burada birinci və üçüncü fiqur rənglidir. Bu bizə lazım deyil. Burada sadəcə birinci fiqur rənglidir. Bu da bizə lazım deyil. C variantında isə 1, 2, 3. Üçüncü fiqur rənglidir. Düzdür? Cavabımız oldu C variantında. Sırada birinci fiqurun, yəni 3 bucağın 1, 2, 3. 3 tərəfi var. İkinci fiqur, yəni kvadratın 1, 2, 3, 4. 4 tərəfi var. Üçüncü fiqurun 1, 2, 3, 4, 5. 5 tərəfi var.
Dördüncü fiqurun 1, 2, 3, 4, 5, 6. 6 tərəfi var. 3, 4, 5, 6. Növbəti fiqurun deməli 7 tərəfi olmalıdır. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Biz artıq cavabımızı tapdıq. Digər variantlara da baxaq. B variantına baxaq. Məsələn 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 oldu. Biz 7 axtarırdıq. C variantında 1, 2, 3, 4, 5. Bu da 5 oldu. Biz 7 axtarırdıq. Cavabımız A variantındadır.